Kanal Leon. Allah'ın salamı olsun mənim əziz və mehriban qardaş və bacılarıma. Xoş gördük mənim əzizlərim. Mənim əzizlərim, mənimlə qalmaq istəyənlər, bir fincan çay, qəhvə, su şirin, gönlünüz istərsə şərab. Sizin və mənimlə qalın. Mənimlə qalmaq istəməyənlərə isə sadəcə kanalı çevirməyi tövsiyə edərdim. Bir də həmişə qeyd etdim ki, mənim əzizlərim, mənim fikirlərim sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bu belə də olmalıdır mənim çəpişlərim, qızılarım, dovşanlarım, mənim şirin şəkərlərim, mənim cübbuşlarım. Bəs mənim dostumu görən olmayıb ki? Haradadır mənim dostum? Mən buradayım, burada. Xoş gördük dostum, xoş gördük. Gecikməmişəm ki. Yox, elə vaxtında gəlmişsən. Mənim əziz və mehriban dostum. Sənə deyəcəklərim var. Eşidirəm səni. Siz də mənim əziz və mehriban qardaş və bacılarım. Məni diqqətlə dinləyin. Bilirsən dostum, gecələr nə baş verir? Yox, bilmirəm. Demək olar ki, heyvanlar aləmi. Başa düşmədim. Heyvanlar sanki yürüyüşə çıxırlar gecələr. Yürüyüşə? Gecə gəzintisinə. Sanki ova çıxırlar. İstər ilanı qurbağası, istər həşəratlar, özdə zəhərli həşəratlar. Gözə çaqqalda, tülkü də deyir, arada canavar da olur. Mən bildiyimə görə, dostum, quduz itlər də var. Yox, dostum, onlar quduz deyil. Sadəcə onları quduz edənlər var. Başa düşmədim. Bu itlər nəinki qidasız, onlar susuz qalırlar. Bilirsənmi dostum, susuz nə qədər çətindir yaşamaq. Onların dili dodağı demək olar ki, qupquru quruyur. Su tapa bilmirlər içməyə. Zibillikdə eşələnib zibillə qarınlarını doyururlar. Mən onlara quduz deməzdim. Onlara quduz deyib onlara daş atanlardır. Quduz bax onlardır, daş atanlar. Onlara quduz deyənlər. Onları quduz edənlər var. Bilmirəm dostum, bəlkəm sən bilərsən. Bizim məmləkətimizdə zəhərlənməyə qarşı və quduzluğa qarşı peyvənd və zərdab hazırlanırmı? Yox, əgər bunlar xaricdən bizim məmləkətə gəlirsə, yəqin ki, bunların da tərkib hissəsi yoxlanılmalıdır. Nədən bu peyvəndlənən itlər sakit deyil, əksinə quduzlaşırlar? Zərdab vurulanlarsa ölürlər. Nədən? Mən bilmirəm, bizim məmləkətdə hazırlanır, yoxsa xaricdən gəlir. Əgər xaricdən gəlirsə, necə ki qida məhsulları, mal və məhsullar yoxlandığı kimi, meyvə, tərəvəz, hər bir qida yoxlanıldığı kimi, bu dərman preparatlarının da tərkibində olan məzumələr yoxlanılsın. Nədən itlər bu qədər quduz olmalıdır? Sanki zombidirlər. Yadına gəlir dostum, 3 itdən danışmışdım. Gibritli 3 qara it. Bax, sanki bu heyvanları da gibrit ediblər. Ağaclara calaq etdikləri kimi. Bəlkəm yarı it, yarı canavardırlar. Və onlara quduzluğa qarşı peyvənd edib onları vəhşiləşdirirlər, quduz edirlər. İnsanları paramparça etsin. Yaxud da ki, başqa bir zəhərli heyvanlar, həşəratlar. Nədən bizim məmləkətimizə
xaricdən, zibillikdən yığılmış pal-paltarlar, zavodlarda tikilib qalmış məl-məhsullar, fabrikalarda tikilib geri qayıdılmış pal-paltarlar, evlərdən istər ölünün, istər dirinin giyilmədiyi paltarlar bizim məmləkətə gətirilir və mağazalarda satılır. Bəs bu paltarların, paltarın üstündəki həşərat sürfələri, bəs mal və məhsulların, qidaların, tərəvəzlərin, meyvələrin daxilində olan qurdlar, həşəratlar. Nədən bunlara diqqət olunmur? Nədən bizim məmləkətin bəndələri başqalarının paltarını giyinməlidir? Nədən bizim məmləkətdə məyər tikiş fabrikaları yoxdurmu? Mal və məhsullar nədən istehsal olunmur? Bitli, birəli bir şeylər bizim məmləkətimizə daxil olur. Hansı ki, bu paltarlar yaxud başqa bir mal məhsullar, qida məhsulları sıradan çıxırılmaları üçün növbəyə salınıb xarici ölkədə. Amma bizimkilər gedib oradan bu sıradan çıxarılası məhsulları bizim məmləkətə daşıyırlar və satırlar ucuz qiymətə. Nədən? Qoy elə öz məmləkətimizin məhsulları, malları satılsın da elə ucuz qiymətə tik, yarad. Ək becər, sat, özün ək becər, ye. Mən buna dəfələrlə demişəm. Baxın, meyvələri, tərəvəzləri gibrit edirlər. Bəli, calaq edirlər. Hətta heyvanları belə. Həm calaq edirlər, həm gibrit. Bəli, fikirləşməyin ki, calaq ancaq bitkilərə şamildir, gibritsə canlılara. Ağac da canlıdır. Bəli, yeriyən ağaclar da var. Bilirsinizmi? Elə ağaclar var ki, binanı dəlib deşər. Birinci mərtəbədə evində ək, bütün mərtəbələri deşib dəlik edəcək, betonları belə keçəcək dama. Bəli, bilirsinizmi nə qədər qəribə bitkilər var? Bəli, bu belədir. Gibrit, calaq, eyni bir şeydir mənim əzizlərim. İstər calağı bənlədə et, süni mayalanmayla, ya da ki gibritlə. Fərqi nədir ki? Məsələn, süni mayalanma. Qadında süni mayalanmanı yəni yoluna qoyan həkim bunu başqa vəclə, başqa bir tərəfdə də deyərdim ki, qadın bətnindən kənarda da edə bilər. Mən bunu demirəm, mən bunları bilirəm. Hər hansı bir nələrsə götür, bir şüşə qaba yığ, ağzını möhkəm bağla və torpağın altında basdır. 40 gündən sonra çıxar və bu şüşənin daxilində mütləq bir canlı görəcəksən. Mən bunların hər birini bilirəm mənim əzizlərim. Yəni ki, öz əqli şuuruma rəğmən, fikir və düşüncələrimə rəğmən. Yəni ki, bildiklərim özümə məxsusdur. Demərəm əfsuslar olsun ki sizə. Çünki hər şeyi açıb danışmaq olmaz. Və bəzi bir şeylər də ümumiyyətlə deyilməməlidir. Sadəcə özünüz o gözəl gözlərinizi, şahid gözlərinizi açın, geniş açın, ətrafa baxın. Məyər dünyada sir varmı?
Yoxdur. Sir yoxdur. Yerin altında belə, dənizin dibində belə, səmada, kosmosda belə sir yoxdur. Hər biri gözlə görünən gizlilərdir. Mən bunu belə görürəm. Bəli. Və Allahın möcüzəsini görürəm. Bu dünya bəndələrə darlıq edir. Kosmosda nələrsə yaradırlar. Dənizin dibində olan məxfilər, gizlilər və torpağın alt qatını dəlik deşik edib. Yeraltı məkanlar tikirlər. İsrail-Həmas savaşında yadınıza düşürmü? İsrail nəyi bəyan etmişdi? Yeraltı məkanları mən su ilə dolduracağam, məhvə gətirib çıxaracağım. Təsəvvür edin, bana İsrail yox, Allah Teala edər. Sizin yeraltı məkanlarınıza sellə su ilə doldurar. Məyər Allahın yağışı dolusu mu, qarı mı yağmayacaq? Sizin yeraltı məkanlarınız su ilə dolmayacaqmı? Bəlkə bundansa, yeraltı məkanlardansa bir nəhəng gəmi kəşf edəsiniz. Hansı nəhəng gəmini dostum? Az sonra deyərəm dostum. Dostum, sanki bu dünya bu bəndələrə darlıq edir. Bəli, mənim uca Allahım, mənim qüdrətli, qüvvətli, hər şeyi bilən, hər şeyi görən, mehriban və bağışlayan, müdrik, müqəddəs Allahım, sən təksən, şərikin yoxdur. Səndən başqa Allah yoxdur Allahım. Şükür edirəm ki, Allahım, mənim, sənin kimi Allahım var. Mənim müqəddəs Allahım, mənim tək olan, bir olan, şəriki olmayan Allahım. Nədən sənin yaratdığın bəndələrin bugün səni tanımaq istəmir? Sanki özlərini yaradan bilirlər. Mənim adi, nöqtə qədər kiçik fikir və düşüncələrimdən keçən bir arzumu, diləyimi, istəyimi və yaxud da ki fikrimi, düşüncəmi bir göz qırpımında mənə göstərən, işarə edən Allahım, bir anda məni mat-məətəl qoyub təəccübləndirən, daha sonra məni bir göz qırpımında sevindirən Allahım, sanki mən düşündüyüm halda ki, mənim fikir və düşüncələrimdən bir xəbər olanlar var. Allah Teala öz möcüzələri ilə bəyan edir ki, işarə edir ki, səni dinləyənlər var. Səni eşidənlər var. Məyər bu möcüzə deyilmi? Məyər bu möcüzə deyilmi? Gecə gündüz Allah Teala'nın səmada, dənizdə, torpaqda etdiklərini görmürsünüzmü? Möcüzələrini görmürsünüzmü? O gözəl, görən şahid gözlərinizi geniş açın və dünyaya baxın. Allah Teala sizə gözəl görən gözlər, şahid gözlər və düşünməyə əqli şuur, beyin verib. Bugün texnika dönemidir.
Hər biriniz sevinirsiniz ki, hər şey əlimdədir. Hər şey əlçatandır. Amma düşünüb daşınmaq lazımdır ki, axı, sən özün bu halda, bu vəziyyətdə əlçatan olursan, sanki hər kəsin ovcunda olursan, məyər bugün texnika dönəmində siz nəyi qazanırsınız? Siz qazandıqlarınızı hesaba gətirin və itirdiklərinizi hesablayın. Bir üstəgəl bir iki etmir. Belə düşünün. Texnika dönəmi o deməkdir ki, daş dövrü yaxınlaşır. Bəli, daş dövrünə qayıdış. Baxı belədir. Məyər bugün əldə etdikləriniz sizin fikrinizcə, belə deyək, sizin hasili, istehsalı, icat kəşf etdikləriniz, yaratdıqlarınız o deməkdir ki, siz yaradansınız. Bu dünyanı, cümlə cahanı, bütün bəşəriyyəti, bəşər övladını, bu dünyanı yaradan Allah'dır. Yaradan Allah bu dünyanı gözəl yaradıb. Bütün dünyanı canlı yaradıb. Canlı təbiət, vəhşi təbiət, samada pərvaz edən quşlar, yerin altında yaşayan sürüyənlər, heyvanlar, mağaralarda, hər yerdə onlar yaşayırlar. Bütün canlılar, həşəratlar, meşələr, çaylar, düzlər, çəmənliklər, dağlar, dərələr, bir sözlə səma, dəniz, torpaq, hər biri nəfəs alır, canlıdır. Bəli, ey bəndə, səninləyəm. Nədən düşünüb daşınırsan ki, sən yaradansan? Bax elə sən, ey bəndə, sənin dörd bir tərəfin, başının üstü, ayağının altında. Hər nələr varsa, Allah'ın yarattıklarıdır. Sən özün, sənin dörd bir tərəfin, başının üstü, ayağının altı, əlində nə tutmusan, nəyi istehsal etmisən, hasil etmisən, yaratmısan, kəşf etmisən, icat etmisən. Düşünüb daşınırsan ki, sən yaradansan, bəs sənin əqli şuurun, axı sənin əqli şuurun Allah'ın əlindədir. Demək, hər nəyin varsa, Allah'ın yarattıklarıdır, sənin yox. Nə etmisən? Gözəl bir əsər mi işləmisən? Yaxud heykəl, abidə yaratmısan? Bəlkə alimsən, bir dərman kəşf etmisən? Bəlkə atom bombası, nüvə silahı kəşf etmisən və bunu yenilik bilirsən. Dünyanı dağıdacam, hər kəs məndən qorxacaq. Hər nəyiniz varsa, istər dünyanı lərzəyə gətirən, dağıdan bir şeylər, ya da ki, hər hansı bir dünyaya
gözəllik gətirən, canlandıran, xeyir gətirən bir şeylər. Bunların hər biri bəndənin əqli şuuruna rəğmən yaradılıb. Amma bunun yaradıcısı sənə əqli şuur verən Allahdır. Sən nələrsə kəşf edə bilərsən bir alim kimi. Əgər bu dünyanı dağıdan bir şeyler olarsa, bu halda Allah Teala sənin əqli şuurunu əlindən alar, beynin boş qalar, heç nə düşünüb daşına bilməzsən, heç nə yarada bilməzsən. Sən Allah'ın yarattığı dünyanı dağıtmaq üçün nəsə kəşf edirsən. Bu isə Allah Teala'nın xoşuna gəlmir. Bugün texnika dönəmidir, düşünüb daşınırsınızsa, biz yaradanıq, bu səhv bir anlamdır. Hər bir bəndənin əlində smartfon, mobil telefona, altında isə hər bir məkana sürüb getdiyi, qət etdiyi yollar var. Yəni, əlaqə saxlamaq üçün xətlər, məkanlara qət etmək üçün arabalar mövcuddur. Bəli, istədiyin hər kəslə əlaqə saxlayıb danışa bilirsən. Görmək istədikdə canlı da danışa bilərsən. Ya da ki, arabanla hər hansı bir məkana fəth edərsən, qət edərsən, gedərsən, görərsən. Bu demək deyil ki, bunlar mövcuddursa, demək, bəndə hər şey qadirdir, yaradandır. Yaradan bircə Allahdır. Eşidin və agah olun. Bugün gördüklerinizin hər biri uzaq keçmişdən bugünə gəlib. Bəli. Baxın, bugün nələr kəşf etmək istəyirlər. Bu barədə danışmıram. Amma qayıdaq uzaq keçmişə, texnika dönəminə. O vaxtlar hansı ki bəndələr hər şey kəşf edirdilər. Bircə qalmışdı ki, qanadlar kəşf etsinlər. Onu da etdilər. Pərvaz edirdilər havada quş kimi. Allah ise buna qəzəbləndi. Mən axı quşlara qanad verərək bu səmanı onlara bəxş etmişəm. Bu quşlar göydə pərvaz etdi. Bəs sən axı bani Adəm yerdə yaşamalısan. Nədən? Sən göydə, səmada pərvaz çalmaq istəyirsən. Qanad çalmaq istəyirsən. Məyər sən quş olmaq istəyirsən? Və Allah Teala qəzəblənərək bu bəndələrin qanadlarını göydə qıraraq yerin 7-ci qatına bastırır. Və texnika dönəmi bununla da bitir. Amma kök həmişə olur. Bəli, kök haqqında mən danışmışam. İstər ağacın kökü, istər bəndənin kökü. Ya da ki, yer kökü. Fərqi nə var Adəm? Bəli. Bilirsiniz kim yadıma düşdü?
İvan Grozny və Nikolay. Bəli, bəndələr bugün arabalarda, səmada pərvaz etmək istəyirlər. Uçaqlar azmış kimi. Amma uzaq keçmişdə bəndələr sadəcə bu arabaların əvəzinə xüsusi qanadlar hazırlamışdılar ki, səmada hər biri pərvaz etsin. Aydındırmı mən nə demək istəyirəm? Bugün bu texnika dönəmi bəndəyə nə verir? Baxın, bir məsəl gətirəm. Robot kuklalar. Mən bəlkə də aylar öncə deyərdim ki, bugün dünyada gəzib dolaşan bəndələr sanki robot kuklalara bənzəyirlər. Bəli, robot kuklalar sanki görürlər və yaddaşlarına lazım olan bir fragmentləri həkk edirlər. Yeriyirlər. Yəni ki, haradasa hərəkətlənirlər. Amma deyərdim ki, bugün mən tam fərqli düşünürəm. Sanki bəndələr heykələ bənzəyirlər, daş heykələ. Bir memarın, heykəltaraşın yaratdığı bir heykəl. Bəli. Deyirsiniz ki, nədən belə deyirəm? Təsəvvür edin. Sizin əlinizdə smartfon var. Mobil telefonunuz, hər birinizin kamerası var. Sən bir yerdəsən, bir məkanda. Bu məkanda nə baş verir? Bunu sənin şahid gözlərin görür. Elə deyilmi? Və bu şahid gözlər gördüklərini sənin beyninə ötürür. Amma sənin əlində smartfon da var axı. Sən sadəcə əllərini göyə qaldıraraq gördüklərini bu kameraya, mobil telefona çəkirsən və telefonun yaddaşını həkk edirsən. Beyninə yox, bu smartfonun yaddaşına. Nə görmüsən? Qəza mı, cəza mı? Mənzərə mi, olay mı, hadisə mi? Fəlakət mi, faciə mi? Nə görmüsən? Bax, onların hər birini bu smartfona həkk etmisən. İndi gəlin keçək mətləbə. Təsəvvür edək ki, bu smartfon telefon yoxdur. Demək, smartfon telefon və yaddaşı kənarlaşdırdıq. Bəs sən gördüklərini, bildiklərini necə təsəvvür edirsən? Sən axı şahid gözlərinlə gördüklərin oldu. Və sənin axı düşünüb daşınmağa beynin də var. Demək, sən gördüklərini təsəvvür edib heç bir söz bəyan edə bilmirsən. Fikrini çatdıra bilmirsən. Sübutun olduğu halda heç nəyi sübuta yetirə bilmirsən. Bəs sənin axı dəlillərin var. Görən gözəl, şahid gözlərin və əqli şuurun. Təsəvvür et, məhkəmə salındasan. Sənin smartfonun yoxdur. Sənin gözlərin və beynin var. Gördüklərin var, bildiklərin var. Nəyi görmüsən?
Təsəvvür et, danış. Demək, bu memarın yaratdığı abidədir, heykəldir. Gəlin indi smartfona verək bu bəndəyə. Sadəcə çəkib gördüklərini. Amma heç nə danışa bilmir. Sözü də yoxdur danışmağa. Dəlili, sübutu bu smartfondur. Təsəvvür edək ki, hər hansı bir kamera olsun ya smartfon, telefon olsun. Sən çəkdiyin anı deyil, başqa bir burada baş verənlərə lentə alıb, həkk edib kameralara, yaddaşa. Sənin beynindəki yaddaşda yoxdur heç nə. Bu telefon da bunu tam fərqli edib. Olduğu kimi bir şey yoxdur. Başqa bir anlar, məqamlar. Ya öncə, ya sonra. Bəs ortası. Ya silinib. Ya da ki silinmir. Öyle bir hadisəni çəkməsən ki, onu silmək istəyirsən, silinmir. Amma sübutun, dəlilin də yoxdur. Bunu necə çəkmişsən? Necə ərsəyə gətirmişsən? Baxın mənim əslərəm. Hər gün dünyada nələr baş verir? Höcətləşmələr, savaşlar, bugün müharibələr də mövcuddur. Sanki torpağı qanla suvarırlar. Dayan deyən də yoxdur. Çünki dayanmayan tərəf var. Bu dayanmayan tərəf nədən qorxur? Başından. Bəli. Başından. Başının vurulmasından qorxur. Bax, bu səbəbdən müharibə dayanmır. Mən bu yeniki fikrimə yenidən qayıdaram, əgər lazım gəlsə. Baxın, bu müharibə kadrlarına, fragmanlarına, kameramanların çəkdiklərinə, müxbirlərin göstərdiklərinə. Fikirlər, düşüncələr tam fərqli. Olayın necə baş verdiyindən bixəbər. Bəli, sanki hər hansı bir hissə bir başına Amerika çəkib, ortasına Türkiyə, sonunu isə götürək Rusiya. Hər hansı bir dövləti götürək, fərqi yoxdur. Olsun İsviçrə, olsun Albaniya, Fransa, İtaliya. Baxı bütövlükdə çəkilmir. Yəni, mənim sözümün məqsədi nədir? Smartfonla çəkilən bir şeylər,
Yəni ki, burada çəkilişdən də çox bir şeylər asılıdır. Yadınıza gəlirsə, mən tətbiqdən danışmışdım, gözlük. Ruscan ona qlazok deyirlər. Təsəvvür edin, siz evdən, içərdən, qapıdan bayra baxırsınız. Balaca bir nöqtədən, ancaq gözünüzlə. Görürsünüz neysə, bəlkə də balaca bir nöqtə qədər kiçik bir fraqmanı. Yaxud da ki, tətbiq yüklüyorsunuz və bu tətbiqlə elə bu gözlükdən çəkirsiniz. Bu da o qədər də önəmli olmur. Çünki bu gözlükdür. Biri təpənin başından baş verənləri çəkir. Biri yerdən, biri gəmidən, sahilə yaxın bir yerdən. Görüntülər eynidirmi? Əlbəttə ki, fərqlidir. Bir heykəli rəssam hansı istiqamətdən işləyərsə, rəsmini bu heykəlin tabloya köçürərsə, bu heykəlin arxasını çəkmir axı. Elə deyilmi mənim əzizlərim? Hər hansı bir faciə, fəlakət, hər hansı bir mənzərə, olay, hadisə. Bu baş verənlər nədən baş verdiyini heç kim bilə bilməz. Hər bir insan bir xüsusiyyətə, bir xasiyyətə malikdir. Allah Teala bəndəni eyni vücudda yaradıb. Amma orqanları onun ayaq dırnağından saç tellərinə görə fərqlidir. Elə deyilmi? Siz hər hansı bir olayda baş verən hadisədən necə bir nəticə çıxara bilərsiniz ki, kim həqdir, kim nə həqdir? Kimi nəyə görə dənizə atdılar, kimi boğublar, kimi öldürüblər? Kimi asıblar, kimi kəsiblər? Elə deyilmi? Bir valideyn evladını tənbih etmək üçün ya sözlə, ya kötəklə dərsini verir. Bu həyatda da belədir. Hər kəsə ağrı verən, hər kəsi incidən, bəlkə də hər kəsin fərqində olmadığı nələrə görəsə bir bəndəni qurban da verirlər. Yəni, dayan. Sən bu yolu getmə. Yəni bir qurban verilir. Başqalarına sanki deyirlər ki, dayan. Siz bu yolu getməyin. Ya bunu etməyin. Bir valideyn, təsəvvür edin, 5 övladına eyni məhəbbətini çatdıra da bilər. Və yaxud da ki, onlardan birini daha çox sevər.
Elə deyilmi mənim əzizlərim? 5 barmağın 5-i də bir olmur axı. Biri xəstə olur, biri ahəstə, biri fəhli olur, biri həkim, biri alim. Bu uşaq 5-də ola bilər 6-da, 10-da, fərqi yoxdur. Amma hər biri özgə. Bir bəndə, bir övlad dünyaya gəldikdə özgə gəlir. İstər ailədə olsa belə, hər bir uşaq özgədir. Mən bu barədə çox danışmışam. Bəli, bir ailədə narkoman da ola bilər. Pis əyri yola düşəndə, fahişə də ola bilər. Üzdən ürək də ola bilər. Bunu ailə bilər də, bilməz də. Çünki axı bəndələrin öz xasiyyətləri olur. Hər bir uşağın, hər bir övladın. Ana, valideyn, qohum əqrəbə, tanımadığı bir övlad da ola bilər. Bu o nəsildən. Bəli. Nədən bir bəndəni hamı tanımalıdır? Sən axı hər kəsə özün haqqında məlumat verməyə də qorxursan. Bilirsinizmi, bir məsəl çəkim. Günlərin bir günü öz oğlunu danlayan bir valideyn övladını kötəkləyir. Deyir ki, ayıb olsun sənə. Nədən sən filan kəsən övladı qədər oxumursan? Nədən qiymətlərin aşağıdır? Nədən yaxşı bal toplaya bilməmsən? Amma filan kəsin uşağı, övladı. Mən demirəm qızdır, oğlandır. Bu, oğlan da ola bilər, qız da. Mən məsəl gətirirəm. Olanlardan danışıram mənim əslərəm. O başqa bir övlada o qədər tərif edir. O belədir. Valideynləri bu cürdür. Belə tərbiyəlidir. Filandır, bəhməndir. Ali məktəbə də daxil oldu, amma sən daxil ola bilmədin, balın çatmadı. Və övladını çırpır, əməlli başlı əsişdirir. Amma bu övlad başqa bir dostuna özü haqqında danışır. Deyir ki, mənə anam danladı, belə dedi. Filan övladı məsəl gətirdi. Bax elə nağıl etdiyi bəndənin anası gəlib bu vurulan, döyülən övladın anasına bəzi bir şeyləri söylüyor. Demək olar ki, el aləmdən gizli bir hadisələri, bəlkə də murdar bir genç. Yəni ki, o övlad, yaxşı övlad ki, ali məktəbə qəbul olub. Fərqi yoxdur cinsi, nədir, onu demirəm mənim əzizlərim. Amma bəzi bir şeylər olar.
Bunu valideynler bilmir. Bunu tek bir bilen olur. Bircə nəfər. Təsəvvür edin. Bir uşaq başqa bir tərəfdən idarə olunur. Demək olar ki, saxlanılır. Və onu saxlayan tərəf ona hər tərəfli kömək edir. İstər imtahanlarında, ballarında, hər hansı bir xarici ölkəyə getməyində, oxumağında. Yəni ki, bir növ sponsor. Bəli, elə övlad olur ki, narkotika qurşanır, valideyni bixəbər olur. Kənardan bilənlər elə vaxt olur ki, paxıl olur və istəyirlər ki, doğrudan da bu uşaq məhv olsun. Bu bilirsinizmi, nə qədər dözülməz bir hərəkətdir. Kiminsə övladına xor baxasan, pis baxasan, istəyərsən ki, həyatı puç olsun. Hər tərəfli. Baxın, yuxarıda nəyə qeyd etdim mənim əzlərəm? Başın getməsi. Götürək Rusiya-Ukrayna savaşına. Deməyim ki, mən Rusiyanın tərəfdaşıyam. Mən sadəcə olanları müşahidə edirəm. Bugün təsəvvür edən bütün Avropa dövlətləri, yaxud elə Amerikanın özü də əvvəlki kimi dəstək olsun, artıqlamasıyla silah sursat versinlər Ukraynaya. Savaş Ukrayna, savaş. Bu savaş olmayacaq, bu dünyanın dağılması olacaq. Bu nüvə silahının işə düşməsi olacaq. Bu vaxt Rusiya düşünüb daşınmayacaq ki, mən konveyerdən hər hansı bir balaca raketlərdən, dronlardan hazırlayım, yox. Bu olmayacaq. Bu tam fərqli olacaq. Neden bugün düşünüp daşınan yoktur ki? Ukrayna neden bu vəziyyətə düşüb? Neden Ukrayna darmadağın olub? Tarixi abidələri silinib? Neden milləti pərən-pərən olub? Neden bugün də dağılır? Amma kimi dəstəkləyirlər? Ukraynanın hakimiyyətin başında duranı. Məyər bu düzgün hərəkətdirmə mənim əzlərəm? Baxın görün, kimi dəstəkləyirlər? Dünyanı, tək Ukraynanı yox, dünyanı dağıdan birisini, öz millətini siləni, kimə dəstək verirlər? Kimi tərif edirlər? Axı bu cəfəngiyyatdır. Bu nə deməkdir mənim əzizlərim? Bugün, yəni ki, hər bir mesajlarına diqqət edin. Bu Ukraynanın başçısına. Mən vuruşacağım, mənə silah verin, mənə dron verin, mənə raket verin. Təsəvvür edin, heç kim heç nə vermir. Hamı çəkilib kənarda durub. Avropa Birliği və Amerika. Heç kim heç nə vermir. Sən bacaracaqsanmı Rusiyayla? Əlbəttə ki, yox. Bacarmayacaqsan. Nədən? Bugün ateşkəsə görə Türkiyəyə getmişdin.
Sən məyər atəşkəs mi istəyirdin? Məyər bilmirdinmi Rusiya gəlməyəcək ora? Rusiya öncədən demişdi ki, mən ancaq Trumpla sövdələşə bilərəm. Sən axı bütün Ukraynanı yiyib talamısan, torpağını da satmısan. Daha nəyi satmaq istəyirsən? Bu biabırçılıqdır ki, bu cür hakimiyyətin başında duranı demək olar ki, dünyanın yarı məmləkəti dəstəkləyir. Nədən ona sual vermirlər ki, nədən atəşkəs bugün? Axı bu atəşkəs illər öncə də baş verərdi. Nə dağıntı olardı, nə Ukrayna milləti pərəmpərəm düşərdi, nə qundaqdakı balaların qanı yerə tökülərdi. Məyər bugün bu olayları görmürsünüzmü mənim əzizlərim? Baxın politologlara, baxın şərhçilərə, siyasi şərhçilərə, siyasi ekspertlərə, hərbi ekspertlərə. Nəyi müzakirə edirlər? Nəyi? Məyər burada müharibə qayda qanunu varmı? Burada bazardır axı mənim əzizlərim. Meydança və silah-sursat bazarı. Nə qədər bu bazar olsa belə, bu bazar bitsə belə, başı gedənin başı mütləq gedəcək. Bəli, mən demirəm ki, mən Rusiya tərəfdaşıyam, mən haqq tərəfdaşıyam. Rusiya öncədən sövdələşməyə gedirdi. Bugün də gedir. Amma mən tam fərqli demək olar ki, mülahisələrə qulaq asıram. Tam fərqli mesajlara. Sanki hər kəs Ukrayna tərəfdaşıdır. Yəni ki, haqqı olmayan bir dövlətin başçısını dəstəkləyirlər. Niyə ona deyən yoxdur ki, sən niyə bugünə kimi buradasan? Niyə hakimiyyətin başındasan? Niyə onu hakimiyyətin başından aşağı sala bilmirlər? Başqa bir dövlət başçılarına irad tuturlar. Birinə diktator deyirlər. Birinə korrupsioner deyirlər. Rüşvətxor deyirlər. Birini taxt tacdan salırlar. Birini avarə qoyurlar. Bəs nə yaxşı ki, bu bəndə kimə sərf edir bu başçı? Kimə sərf edir? Niyə Amerika oyun oynayır? Məyər Türkiyəyə Trump gedə bilməzdimi? Axı Trumpla Putin öncədən sövdələşiblər. Nədən bu müharibə bitmir? Nədən? Məyər Avropa dövlətləri Ukraynanın arxasında dayanacaqmı mənim əzizlərim? Yox. Bu sanki cəfəngiyyat bir çıxışlardır. Ay silah sursat verəcəyik, gəlib vuruşacaq. Bu nə deməkdir? Bu deməkdir ki, təsəvvür edin Almanya, yəni ki olsun Fransa, ya İtalya, ya digər ölkələr. Gəlin tökülün Rusiyanın üstünə. Məyər Rusiya sizinlə savaşacaq? Rusiya hər bir ölkəyə bir nüvə silahı buraxacaq. Bununla da dünya dağılacaq. Bunu mu gözləyirsiniz? Deməyin ki, hər bir dövləti paramparça etmək olar, cırıq-cırıq etmək olar, belə deyək, loru dilində. Hansı böyük dövlət parçalana bilməz? Kim deyə bilər? Böyük dövlət nədən böyükdür? Daxilində nə qədər dövlətlər var? Götürək elə ABD-ni,
Gəlin bütöv şəkildə deyək. Amerika Birləşmiş Dövlətlər, ABD, yəni dövlət, ayrı-ayrı dövlətlər. Məyər parçalamaq olmaz mı? Əlbəttə ki, olar. Bir anda hər bir dövləti parçalamaq mümkündür. Daxilində nə etmək? Bir qan çanağı olmaq. Ara vurmaq, qan tökmək. Baxın İsrailə və onun hərəkətlərinə. Onu sakit edə bilən varmı? Bunların hər biri tamaşadır. Bəli, bugün Avropa Birliği tamaşa oynayır. Bilirsinizmi? Bir anda həll olunan məsələni uzadırlar. Bilirsiniz ne yadıma düştü? Bir terrorçunu sərhəddən həbs edirik. Deyirik ki, bu terrorçudur. Olsun elə Azərbaycanda. Deyirik ki, filan işə görə, filan terrorçuluğa zəmin yanatdığına görə həbs olundu. Elə məhkəmə zalından hökmü verildi və məhkum oldu. Hara? Zindana. Bəs bu erməni terrorçular nədən bu məhkəmə serial kimi gündəmdədir? Biz onları həbs etmişik. Bir dəfəlik məhkəmə olsun. Serial yox, bədii film. Hər biri çəkilsin. Hər birinin işi lentə alınsın. Bir dəfəlik zindandan möhürlənsin. Məhər bizə dünya məmləkəti bu serialımıza görə, məhkəmə serialımıza görə diplomu, fəxri fərmanı verəcək, medal mı asacaqlar boynumuzdan? Nə vaxtdır gedir bu məhkəmə? Terrorçu deyilmi? Qan tökməyibmi? Millətimi qırmayıbmı? Həmən zindana. Belə olmamalıdırmı mənim əzizlərim? Bizə bədii film lazımdır, serial yox. Bəli, kameramanlarımız var, operatorlarımız, gözəl müxbirlərimiz. Bir bədii film bu məhkəmə zalında. Hər biri dinlənilir, əlləri, qolları qandallanır, zindana və söhbət də, hər söhbət bitti, məhkəmə bitti. Ay Ermənistandan filan terrorçu haqqında bunu dedilər, onu dedilər, bizə bu lazım deyil. Bax elə bu uzun serial bunların hər birini gündəmə gətirir. Bizə lazımdırmı bu? Nədən bir terrorçu elə öz Azərbaycanlımıza sərhəddən tutaraq hökmü veririk? Bəs bizim milləti qırıblar. Nə vaxtdır onların serialı gedir? Məhkəmə serialı. Belə mi olmalıdır məhkəmə? Baxın, Amerikada belələrini hansı günə gətirib çıxarırlar? Asırlar, kəsirlər, doğrayırlar. Cərayana verirlər.
it kimi gəbərdirlər. Bizim məhkəmə zalında onların nazı ilə oynayırlar. Serial çəkirlər. Kimin üçün? Buna görə də kənardan başqa ölkələr, bilirsinizmi, başqa cür baxırlar. Sanki biz günahsız insanları dinləyirik. Bəlkə də bunları işini yumşaltdıq, həbsdən azad etdik. Bu belə mi olmalıdır? Həmin onlar zindanda həbs olunmalıdırlar. Bir bədii film, məhkəmə bədii filmi, serial yox. Həmən də həbs olunub zindana. Bəli, biz özümüz İrandakı bizim səfirlikdə baş verən faciəyə görə onu edam etməyini arzu edirdik. Bilirsinizmi, bir edamı gözləmək bir bəndə üçün ölümdən də betərdir. Hər gün ölümünü gözləyən bəndə. Sanki o artıq bir neçə ildir ölümünü gözləyən bəndə idi. Amma biz rahat olmurduq ki, yəni məndən getmir söhbət. Bir zindan elə həbs deməkdir. İstər başqa bir tərdə olsun mənim əzizlərim. Bu zindandır. Zindanın bir günü bir ilə bərabərdir. Hər kəsdən məhrum olmaq. Tək tənha qalmaq. Əgər ölüm hökmü varsa, ölümü gecə gündüz gözləmək. Bundan faciəli nə ola bilər ki? Onu astılar, edam etdilər. Etmədilər bilmirəm, amma ediblər. Biz bunu istədik. Bizim xalqımız bunu istədi. Bəs biz nə gözləyirik? Nədən bu məhkəmələr davamlı gedir? Hökm verilsin və zindana. Bu cür cinayətkarları bu qədər dindirmirlər mənim əzizlərim. Belə məhkəmə olmur. Onlar nə qədər böyük fəlakətlər, faciələr gətirib bizim millətin başına. Bunların hər biri bəlli məsələdir. Sadəcə məhkəmə oldu, bitdi. Zindandadırlar. Bu söz-söhbət də bitməlidir. Nə başqa bir ölkələrdən, nə də ki Ermənistandan bizə bu məhkəmələr haqqında heç bir mesaj gəlməməlidir. Bəs belə edirsiniz ki, belə də mesajlar gəlib çatır da. Sanki onlar günahsızdırlar. Məhkəmə edək, işlərini yüngülləşdirək. Bəlkə şərti şunda kəsək. Bəlkə şərti iş verək, bəlkə icbari. Buna bənzəmirmi mənim əzizlərim? Hökmü verən Allahdır. Bəndənin cinayətinin hökmünə verən yerdə həqqi salamlayan hakimdir. Ey hakim, bu serialın daha ne kadar seriyası olacak. Ermənistan, İran, Gürcüstan, Rusiya, Türkiyə, Azərbaycan, İran. Biz region dövlətlərik. Ümumiyyətlə, bütün qonşu dövlətlər mehriban olmalıdırlar və bir-birlərinə qapılarını açmalıdırlar.
Və mən istəyərdim ki, mənim əzizlərim, biz haqq olaq. Bilirsinizmi, söhbət Rusiya-Ukrayna savaşından getmir. Bu başqa bizim tanımadığımız bir dövlətlər arasında da ola bilər. Amma biz haqq tərəfdarı olmalıyıq. Hər bir vəclə müharibə başlaya bilir. Və başladıqda həmən bitə də bilir. Gəlin götürək Hindistan və Pakistanı. Bu müharibə genişlənə bilərdi. Allah iraq etsin, müharibə başlamasın onların arasında. Nə olardı ki, ağıllı başlar olardı, müharibələr həmən dayanardı. Mən sevinirəm. Sabitlikdir Hindistan və Pakistan arasında. Belə də olsun inşallah, Allahın köməkliyi ilə müharibə olmasın. Mən istəyərdim ki, bax, elə bu Pakistan, Hindistan arasında həmən sabitlik olduğu kimi 2 il öncə ya 3 il öncə Ukrayna və Rusiya arasında olardı. Məyər Ukrayna nə qazandı? Demirdimmi beybəndinə keçəcək? Torpağı satacaq. Mendeleyev cədvəlindən danışmırdımma mənim əzizlərim. Görürsünüzmü? Türkiye deyir ki, mən terrorçularla bitirdim işimi. Filan terror qrupları. Sən Türkiye o vaxt bu terrorçularla müharibəni, savaşı bitirə bilərsən ki, sənin yanında sənin NATO üzvlərindən dəstəkçilərin olsun. Bəs nəyə yararlıdır bu NATO? Əgər bugün sənin ağrı acılı günlərində sənə dəstək verənlər olmadı, arkada ayaq olanlar olmadı, onları qorxudanlar olmadı. Çünki elə NATO'nun daxilində terrorçular mövcuddur. Bana bilin. Terrorçu hər bir dövlətin sifarişi ilə mövcud olur. Bəli, bir terrorçu dəstə bir dövlətdədir, təsəvvür edin. Amma idarə edəni başqa bir dövlət. Şimal, cənub, şərq, qərb. Hansı tərəfdəndir? Bunu bir Allah bilir. Bəli, mənim əzizlərim. Bu belədir axı. Biz kənardan müşahidə edirik. Teleməkanlardan, sosial şəbəkələrdən hadisələr necə baş verib. Amma hər kəs öz arşını ilə ölçür. Öz arşını ilə qələmə alır ya göstərir. Öz gördüyünü, bildiyini çatdırır. Amma baxın, sosial şəbəkə milyonlar, bəlkə də milyardlarla videolar. Hər kəs bir mesaj, bir video. Sən hansına inanırsan? Məsələn, məni götürsələr, mən heç birinə, mən öz fikrimlə, yəni ki, razılaşıram. Sanki öz bildiyimi haqq bilirəm, öz analiz etdiyimi. Bəli, bir yer partlayır. Biri deyir partlattılar. Biri deyir qazdandı. Biri deyir raket bıraktılar. Biri deyir ki kimsə xuliqanlıq edib. Yəni ki, belə bir mesajlar olur. Elə deyilmi? Təsəvvür edin, mən bunların hər birini kənarlaşdırıram.
ve öz düşündüyüm barədə. Yəni ki, bu anlamda qalaram ki, mənim düşündüyüm həqdir. Bəli. Baxın, evdə övladına valideyn dərs keçir. Məktəbdə müəllim və müəllimələr dərs keçir. Yoxdur, ali məktəbdə. İşdə müdiriyyət olur. Bəs küçədə kim olur? Bəli. Bir məmləkətdə, bir məkanda, bir ərazidə hər hansı bir xoşa gəlməyən bir şeylər olarsa, burada da dərs deyənlər olur. Yəni məkanda. Aydındırmı mən nə demək istəyirəm? Baxın sosial şəbəkələrə nələri təbliğ edirlər. Fahişəliyi, üzdən iraqlığı, nə qədər pul qazanırlar, nələr əldə ediblər, onları göstərirlər. Mən bugün də onları görürəm YouTube səhifəsində. Nədən onlar həbs olunmur? Nədən onları ifşa edənlər yoxdur? Nədən? Nədən bu belədir? Nədən belələrinə dəyər verirlər, qiymət verirlər? Hətta telemekanlarda da bu belədir. Baxın, nəyi təbliğ edirlər? Hər hansı bir oğlan deyək də, kişi demirəm ona. Övladı başqasındandır, DNK testi keçirirlər. Bunu telemekanda beyan edirlər. Bu kişi adına damğadır. Bu biabırçılıqdır. Belə bir şeyləri telemekana gətirmək. Mən hər zaman deyirəm ki, keçmişdən yaxşı bir şeylərə örnək kimi, adət-ənənə kimi bugünə gətirmək olar. Amma keçmişi bugünə gətirmək olmaz. Daş dövrünü bugünə gətirməyəcəksiniz ki, bugün texnika dönəmidir. Bu texnika dönəmində bu texnikadan elə istifadə etməlisən ki, sən əl çatan deyil, əl çatmaz olasan. Əllərdə oynamayasan smartfon kimi. Axı, bugün texnika dönəmidir. Süni dərrakə, süni zeka, hər şeyi əl çatan edib. Elə deyilmi? Nə olar ki, sən əl çatmaz olasan? Bilirsinizmi mənim əzizlərim? Bugün nədən çaxnaşmalar gedir hər bir ərazidə? Mən dəfələrlə Mr. X ifadəsini dilimə gətirmişəm. Siz heç bilirsinizmi Mr. X kimdir? O ağıllı bir bəndədir. Demirəm kimdir. Amma sadəcə o da bəzi bir yəni ki özünə vacib olan bir şeyləri istəyir. Bəli. İndi gəlin Elon Musk. Tanıyırsınız da yəqin ki onu. Başına 2 papaq qoyur aradan. Deyir ki, mənim başımın papağı var, papağımın da papağı var. Papağın papağı olması o deməkdir ki, sənin başının papağı yoxdur. Başında 2 papaq var. Yəni papağın papağı.
Ama başının papağı yoktur. Başının papağı bax ABŞ, ABD belə deyək. Mən deyəsən hansısa bir səhvə yol verdim mənim əzlərim. ABD mənim əzlərim, Amerika Birləşmiş Dövlətləri və Avropa Birləşmiş Dövlətləri də var. Yəni ki, ABD dedikdə fikirləşin ki, mən Amerikanı nəzərdə tuturam. Yəni, ştat demədim. Yəni, Türkiyədə səsləndirdiyim kimi, yəni, Türkiyədə səsləndirilən bir ifadə kimi bunu işlətdim. Əslində belə də olmalıdır. ABD, Amerika Birləşmiş Dövlətləri və Avropa Birləşmiş Dövlətləri. Baş hərfləri A-dır deyə, yəni ki, fikirləşin, əgər Elon Musk'dan danışıramsa, deməli, Amerikadan danışıram. Amerikanın öz başında papağı var. Heç, yəni ki, Elon Musk'ın papaq taxmağa ehtiyacı yoxdur. Bəli. O deyir ki, mən kənardayam. Trump da deyir ki, o kənardadır. Yəni, siyasi məsələlərə aidiyyatı yoxdur. Mən deyərdim ki, bu mesajlar cəfəngiyatdır. Və onun özü burada var ki var. Başda var. Həm də baş var. Aydındırmı mən nə demək istəyirəm mənim əzlərim? Başda baş var. Demək, bu məsələlər həllini tapacaq. Nə olar ki, Trump'ın qulağında qulaqcıq var. Onun mesajları da maraqlıdır. Mesajları demək olar ki, sifarişlədir. Gah oynayır, gah Fransis atanın paltarını geyinib rəqs edir. Yəni ki, bununla nə demək istəyir? Yəni, bu dəfə Amerikalı papa olacaq. Bunu demək istəyirdi. Yəni, hər bir dövlətin mesajı var. Paşinyan qırmızı papaq geyinir. Yəni, Fransanın prezidenti dostlarıyla əylənir. Bu da bir mesajdır. Yaxud da ki, Putin'in mesajı Trump'ın xanımına ait olan bir mesaj. Bunun da çox dərin mənası var. Və yaxud da ki, Ukraynanın prezidenti, onun prezidentlə heç bir əlaqəsi yoxdur. Sadəcə oyun oynayır. Özü dayana bilər, amma dayanmır. Çünki bilirsinizmi? Baxın, Roma statutu deyirlər. Əslində bu Roma statutu Zelenskiyə hakim kəsilməlidir. Çünki bir dövlət bir dövlətlə müharibə etdikdə görəndə ki, bir balaca, yəni ki, ölkəsinin bəndələri məhv olub, həmən ağ bayraq qaldırır, sevdələşməyə gedir.
düşünüb daşınır ki, qoy illərlə sövdələşmə getsin. Mənim dövlətim dağılmasın, millətim pərəm-pərəm olmasın. Balaca bebələr qundaqda ölməsin. Bugün o, Ukraynadan Rusiyaya gedən bebələri tələb edir. Məyər o balalar qayıdarmı Ukraynaya bugün? Əlbəttə ki, yox. Onlar bəlkə də qayıtmadılar. Baxın, xarici ölkədəki Ukraynalılara, onların heç biri qayıtmaq istəmir. Əgər qayıtsaydılar, mənim əzizlərim, baxın, bir nankör, vətən xaini hər hansı bir ölkədən çıxış edir. Millətini söyür, qalib millətini. Amma onlar, baxın görün hansı məmləkətdə bayraq, Ukraynanın bayrağını qaldırıb deyirlər ki, ey prezident, sən bizə lazım deyilsən, müharibəni dayandır, sövdələşməyə get. Vətənlərinə gələ bilərlər. Məyər bayraqla sərhədləri aşan Ukraynalılara Putin bombardman mı edəcək? Yox, dayanacaq, sövdələşməyə gedəcək. Bəli, sövdələşmə qoy uzun çəksin, aylarla, illərlə, amma qan tökülməsin. Bunu öncədən etmək olardı, illər öncə, Ukrayna dağılmadan, Ukrayna satılmadan, Mendeleyev cədvəli itmədən. Bəli, bax, həqiqət budur axı. Siz kimi tərif edirsiniz? Dövlətini satanı, millətini pərəm-pərəm edəni. Deməyin ki, Putin bombardman edir. Müharibə gedir axı. Hansı vəclə gedir? Bu fərqi yoxdur, işğalçılıqdır. Və yaxud da ki, bir-birinin sözü bir-birinə çəp gəlib. Yaxud da ki, elə sadəcə hər hansı bir başqa bir gizlilərə, məxfilərə görə savaş başlayıb. Bunu bilənləriniz varmı? Siz bilirsinizmi heç müharibə əslində nədən başlamışdı? Yaxşı, NATO, Avropa Birliyi bu yerlərə keçid, Ukraynanın bu yerlərə getməyi başqa bir məsələ. Amma burada məxfilər, gizlilər var. Bunu isə Putin yaxşı bilir. Bax elə, savaşın davamlı olmağı da budur. Bilirsinizmi? Elə bir məxfilər, gizlilər var ki, onlardan bir xəbər olanlar da var. Bəli, bugün silah-sursatlar, bombardman, raketlər, atom bombaları hazırlayırlar. Bəs bilmirsinizmi? Sizi elə bir fəlakət gözləyə bilər ki, bu bombardmanlar Allah tərəfindən sizə gələr, zəlzələsiyle, vəlvələsiyle. Bilirsinizmi mənim əzizlərim? Baxın nələr icad edirlər. Nə olardı ki, dünyaya xeyir gələn, yaxşı bir şeyləri icad edərdiniz. Nə olardı ki, mənim kimi düşünərdiniz? Bir, nəhəng gəmi kəşf edərsiniz. Quruda gedərdi. Dənizləri fəth edərdi. Göy səmada quş kimi bu gəmi pərvaz edərdi. Bax, baş verən fəlakətlərdə, faciələrdə bu gəmi köməyinizə gələrdi. Bəli, alimlər gah sel sulara dünyanı basmasından ya da quruluqdan danışırlar. Bilirsinizmi? Əslində mən alimlərin fərziyyələri ilə
heç zaman uşaq vaxtından bugünə kimi razı olmamışam. Yəni ki, mənim öz fərziyyələrim olub. Dumanlı, hava, bulutlar. Bunların hər biri Allahın izni ilə olur. Allahın yaratdıklarıdır. Sizin düşünüb daşındıqlarınız deyil ki. Yaxud da ki, alimlərin. Bəli, Allah Teala səhralıqda göl yaradar. Tertemiz düzəngahda, çəmənlikdə, qum çovğunu, yayda qar tökər, qışda yaz kimi ağaclara bar gətizdirər. Məyər bunu bilmirsinizmi? Hardan biləsiniz ki? Məyər Allahı tanıyırsınızmı? Allahın möcüzələrini görsəydiniz, bilsəydiniz, belə düşünüb daşınmazdınız. Baxın, silah-sursatlar düzəldirlər. Kiminlə savaşa girəcəklər? Yad planetlərlə. Nəyə lazımdır bu qədər silah-sursatlar? Nədən bu qədər milyardlar sərf olunur bu silah-sursatlara? Daha sonra sıradan çıxarılır. Ya da ki, süni dərrakə ilə sıradan çıxarırlar və pul da, milyardlar da havaya uçur. Nədən sülh içində yaşamayasınız? Nədən sülh deyib bütün məmləkətlər ayağa qalxmasın və Amerikadan tələb etməsin ki, ey Amerika, axı, kör, gör, hər şey göz qabağındadır. Nədən sən bu müharibələri dayandırmırsan? Axı, bu bir gündə baş verə bilər. Sən çünki deyə bilməzsən ki, bu bir günlük məsələ deyil. Yox, sən artıq bilirsən ki, kim həqdir, kim nə həqdir. Bəli, sanki məhkəmə zalında olduğu kimi lazım olan bəndəni dar ağacından astırasan, terrorçu kimi və yerinə başqa birisini gətirib müharibəni dayandırasan. Mən heç kimin ölümünə razı deyiləm, mənim əslərəm. Milyonlarla bəndələri qanına qəltan etdirən, qundaqda belələri qırdıran, torpağını satdıran, Mendeleyev cədvəlinə əlmağan verəndən nə gözləmək olar? Baxın, mənim əzlərəm, onlar düşünüb daşınırlar ki, darmadağın etdik. Hər bir Avropa ölkəsi bir tərəfi qamarlayacaq, sərmayə qoyacaq, tikib yaradacaq. Həm qazanacaq, həm qazandıracaq. Lüt torpaqdan nə götürmək olar, mənim əzizlərəm? Heç nə. Sadəcə yenə də kimlər lazım olacaq? Sovetlər Birliyində həmişə dost, qardaş olan bəndələr. Tacik, Özbək, Qırğız, Qazaq, Çeçen, İnquş, Tatar və sair və ilaxır. Gürcü, Azərbaycanlı, Erməni, bəli, gəlin tikin. Qəpik quruş verərik. Bütün dünya məmləkətlərində səliqə səhman olmalıdır.
Baxın, bir diyardan deport edirlər immigrantları. Onlarsa başqa bir diyarlara üz tutur. Kəsə yollarla, sərhədləri aşaraq. Nə olardı ki, bizim sərhədləri aşanların hər birinə terrorçu, ya da ki, qaçaqmalçı, oğru, dələduz, quldur adı verilməzdi, araşdırılardı. Çünki nahaqdan kimlərəsə terrorçu demək olmaz. Bugün dünyada nələr baş verir? Məyər hər sərhəddi keçən terrorçu mu olmalıdır? Əlbəttə ki, yox. Araşdırın, yoxlayın, məmləkətinə göndərin. Yazıqdır. Nədən zindanda yatsın? Bilirsinizmi mənim əzlərəm? Mən çox bir şeyləri izah edə bilərəm, danışa bilərəm. Amma yenə də deyirəm, mən Allahın izni ilə danışıram. Bəlkəm də kimlərinsə anası, valideynləri itkin düşən balasına fəryad edir. Nədən araşdırmıyorsunuz? Nədən hər kəsi terrorçu kimi zindana basasınız? Hardan gəlib? Əfqanistandan mı? Ərəbistandan mı? Bəlkəm Kubadan, Vyetnamdan, Somalidən. Hardan gəlib? Yoxlayın, məmləkətinə göndərin. Bəlkəm elə cinayətkardırsa, yenə də öz məmləkətinə təhvil verin. Bunun məhkəməsi olmalıdır axı. İstər bizim Azərbaycanlılarımız olsun, sərhəddi keçibsə, o demək deyil ki, terrorçudur. Sadəcə araşdırmaq lazımdır. Hər bir baş verənləri araşdırmaq lazımdır. Sərhəd qırmızı xəttdir. Qırmızı xətti keçən hər bir bəndə araşdırılmalıdır. Bəndənin özü də analizə edilməlidir. Müstəntiqlərimiz var, əməliyyatçılarımız var, vəkillərimiz var, Interpol var, Ədliyyə Nazirliyimiz var, Daxili İşlər Nazirliyi var, Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Təhlükəsizlik Xidməti, nə qədər qurum təşkilatlarımız var. Araşdırın. Məyər bugün sərhəddən keçənləri qoyaq kənara, təyyarə ilə, gəmi ilə, ya qatarla, araba ilə gələn başqa şəxsiyyət vəsiqi ilə məmləkətə soxulanlar yoxdurmu? Əlbəttə ki, var. Yaşayır. Sadəcə sən onu tanımırsan, kimdir? Bəli. Asan xidmət. Bilirsinizmi? Dövlətlərə daxil olmaq üçün də asan bir xidmət, qayda qanun yaradıblar. Barmaq izi. Və asan xidmət daxildə olan asan xidmət. Baxın, bir bəndə öz qiyafəsini necə gözəl dəyişdirə bilir. Ayaqdan başa, bədən quruluşu, saç tellərinə kimi, ayaq dırnağından saç tellərinə kimi, gözünün rəngi, kiprikləri, hər biri dəyişilib. Sən bu bəndəni necə tanıya bilərsən? Kimdir? Hardan gəlib? Bəlkə heç sənin məmləkətində yaşayır, öz dilin danışa bilmir Azərbaycan dilində. Amma sənin millətinin şəxsi vəsiqəsi ilə gəzir. Mixail yadıma düşdü.
Bəli. Ştirlit. Axı karantinlər də var. Bəli. Yarısı sənin, yarısı mənim. Məni satma. Məyər belə deyilmi? Bəli. Odur ki, mənim əzizlərim, bir hadisə baş verdikdə həmən onu bilmədiyiniz istiqamətə yozmayın. Yəni ki, öyle bir tərzdə yozursunuz ki, bu bizim məmləkətimizə, bütövlükdə Azərbaycanımıza xələl gətirən bir hadisədir. Yəni sizin yozduğunuz bir cinayət hadisəsi, ya qəza. Bəli, biri qız qalasının başına çıxır, özünü atır. Amma deyirlər ki, orada filan filan bəndələr vardı. Onu attılar. Kim attı? İndi gəl sübut elə. Sən harda görmüsən ki, onu oradan attılar? Axı görməmisən. Sadəcə orada bəzi bəndələr görmüsən. O isə həmən bir göz qırpımında oradan özünü aşağı atıb. Elə deyilmi? İndi gəlin. Mən də düşünüb daşınım ki, bəli, onu kimsə itələdi, atdı və kənarlaşdı. Və bunu belə də bu tərzdə qeyd edim. Və hər kəs də mənə inansın ki, mən düz deyirəm və hər kəs mənim dediyimi təkrar etsin. Bəli, filan bəndə görüb. O görüb. Gəlin sual verək, necə görüb? Yanındaydı mı? Əlbəttə ki, yox. Bir dağın başına 2 bəndə çıxır. Biri sürüşüb, düşüb, yıxılıb ölür. Araşdırırsan, görürsən ki, bunlar dostdurlar. Həmən, bu dost olanların, yəni ki, ölən bir tərəfin valideynləri suçlu bilirlər. Kimi? Sağ qalan bəndəni. Deyirlər ki, o atıb, o itələdi. Dostuydu, gözü götürmədi. Bu belədir axı mənim əzizlərim. Odur ki, bizim hüquq mühafizə orqanlarımız var. Daxili İşlər Nazirliyi. Hər hansı bir hadisə baş verirsə, o işlər onların səlahiyyətindədir. Araşdırmaq. Bəli. Hər nə varsa odur. Bir bəndənin ailəsində kimsə vəfat edir. Həmən hüquq mühafizə orqanlarından gəlirlər və ailədə sorğu-sual edirlər ki, necə oldu, necə baş verdi, necə öldü. Qeyd edir, çıxıb gedir. Çünki daxildə olanlar bu polis vətəndaşına bəyan edirlər ki, hadisə bu məcrədə baş verib və kəfənləyib aparıb bastırırlar. Elə deyilmi mənim əzizlərim? Amma bastırandan sonra ailədə nə baş veribsə, bu söz-söhbətlər ailə daxilində gedir. Bəlkə öldürüblər, bəlkə zəhər veriblər, dərman veriblər, bəlkə boğublar. Sadəcə hüquq mühafizə orqanlarına yola veriblər. Kəfənləyib, bastırıblar. Bu yolda da belə olur. Hər yerdə belə olur. Cinayətdir, araşdırırlar. Aylarla, illərlə buna vaxt tələb olunur ki, həqiqətlər üzə çıxsın. Odur ki, sadəcə kəfənləyib bastırırlar.
Yəni ki, əcəli bura kimi idi. Allah rəhmət eləsin. Nə vaxtsa illərdən sonra bu məsələnin üstü açılarsa, hər nələrsə araşdırılarsa, ərsəyə gələrsə, əlbəttə ki, burada cinayət işi olarsa, cinayətkar olarsa, bunların hər biri hər kəsə məlum olacaq. Və olur da, baxın, YouTube səhifəsində nə qədər araşdırmalar var. Zindanlardan reportajlar, yəni ki, xronikalar var. Məhbusların həyatları var. Məhər belə deyilmi mənim əzizlərim? Sadəcə bugün ailədə ər-arvad məsələsi rızığından çıxıb. Hər bir nələrsə baş verirsə, ailədə baş verir. Bana belə. Bəli, mən hər zaman demişəm, ər işləyib gətirər, arvad yeyər. Bugün arvad da işləyir, kişi də. Və uşaq, evlad, başlı başına qalır. Bəlkə də boşanmış bir qadındır, ya dul qadındır. Evlad əziyyət çəkir. Bəlkə xəcalət çəkir. Bəlkə pis yola gedib. Bəlkə uşağı başqa bir yola yuvarlayıblar. Bəlkə, nə qədər bəlkəmlər var. Bir ailədə başçı olmayanda evlad çalışar ki, işləsin, çörək pulu gətirsin evə. Bəli, mən bilirsinizmi, kimləri suçlu bilərəm. Əgər xanım həqiqətən də arlı abırlı xanımdırsa, ailə canlı, balalarına dişi ilə, dırnağı ilə çörək qazanandırsa, lənət olsun onu atan kişiyə. Lənət olsun. Bilirsiniz, mənim əzizlərim. Mən bəlkə də hər hansı bir nələrsə baş verdikdə baş verənləri yerli yataqlı da bilə bilərəm. Bəlkə də bilirəm. Mən amma Allahın izni ilə danışıram. Mən artıq əski danışa da bilmərəm. Bəli. Bilirsinizmi? Əsas evin başında kişi olmalıdır, əsl kişi. Kişi olmalıdır ki, evladlarına nəzarət etsin. Balaca qızcığazı ərə verməsin. Və ailədə elə bir təməl qurmasın ki, oğul evladı da başqa yollara yuvarlansın. Vallahi billahi, mənim rastıma o qədər balaca övladlar, mən küçədə deyərdim ki, mənim əzizlərim, hər bir övladı öz övladım bilirəm. Vallahi billahi, gözüm zəif görür. Amma illər öncə mən nə qədər balalara kömək etmişəm, sigaret çəkib, balaca bir uşaqdır. Damağımdan çıxarıb atmışam. Demişəm, bir də belə etmə. Yəni ki, elə vaxt olub ki, bir uşağı, bir neçə uşaq təpikləyəndə tutmuşam. Sanki mənim oğlumdur. Anan gəldi, evladım, gedək.
O kadar olub ki belə işlər. Neden bugün küçədə gördüğünüz balalara kömək etmirsiniz? Belki kulağınızdaki kulakçıkları çıkarasınız. Belki feryat eden bir körpe var. Belki ağlayan var. Bilirsiniz benim əzizlərim. Ben sizin görmediklerinizi görürüm. Sadece elə vaxt olur ki, belə bir məqamlarda qanun da kənarda olur. Bəli, sanki kanun kənarda qaldığına görə, kanun tapdalandığına görə bu ədaləti bərpa etmək üçün peyda olan bəndələr də olur. Bəli. Ona göre ki, bakın, her bir işin başında suçlular da var. Bəli, işini bacarmayanlar da her bir iştedir bu, her bir işte. Bakın İran'daki kanun qaydaya, Amerika'daki terörçülərlə necə rəftar edirlər? Bəs bizdə vəziyyət necədir? Bəli. Bəlkə də Allah'ın göndərdiyi bir qulu bir kurban edip başkalarına ders vermek için demək məndən olsun, yazmağı sizdən.